Salam dəyərli izləyicilər. Yeni videoma xoş gəlmisiniz. Bu videoda 20 sınağın davamını çəkirəm. 11-ci sınaq. Birinci sualda verilib ki, informasiyanın xassələrinə aid deyil. Bilirik ki, nəticəlilik, yəni alqoritmin xassələridir. Qalanları isə informasiyanın xassələridir. Kibernetik sözünün Sezar şifri bu formadadır. Bu cür şifrələnmə, yəni tətbiq edilərsə, kalkulyator sözünün Sezar şifri hansı olar? Yəni, kibernetik sözünü bu formada şifrələdikdə açar hansı olubsa, K açarını tapacağıq. Həmin açara görə deyir, yəni bu cür şifrələnməklə bu sözü şifrələ. İlk hərfinə baxmağımız kifayətdir əslində. C-dan G-yə gedibsə, əlifbada. C hərfindən G-yə gedibsə. 1, 2, 3, 4. Deməli, 4 mövqe yerini sağa dəyişib. Onda biz açarı 4 götürürük. Yəni, qalan hərflərə heç baxmağa ehtiyac yoxdur. Onsuz da eyni açarla şifrələnəcək. K bərabər 4 açarını tapdıqdan sonra həmin açara görə kalkulyator sözünü şifrələməliyik. Və C-dan 4 hərf sonra eynidir də onsuz G hərfi gəlir. Ona görə bunları atıram. Və bundan sonra bir-bir yoxlamıram. Biraz məntiqlə tez tapmağı bacarmaq lazımdır. Belə ki, hər birində ikinci hərf E-dir. Hər birində üçüncü hərf P-dır. Yəni, niyə yoxlayım ki, bir-bir vaxt itkisidir. Hər birində G gəlir, hər birində Y gəlir. Görürəm, harada fərqlilik yaranır. P da, E də eynidir, hətta X da. Gəlib, bax, burada fərqlilik yaranır. Axırdan ikinci hərf, ikisində S, birində T-dır. Mən də elə buradan, axırdan ikinci hərfi, O-nu yoxlayıram. Yəni, O-dan 4 hərf sonranı tapsam, 1, 2, 3, 4, S-ya düşür. Deməli, bunu avtomatik çıxıram. Qalır bir dənə axırıncı hərf, ya V, ya da U olmalıdır. R-dan 4 hərf sonranı tapsaq, 1, 2, 3, 4, V-ya düşür. Deməli, olur A bəndi, yəni C-də alınır. Üçüncü sualda verilib ki, bu ifadənin qiymətini onluq say sistemində tap. 0, 1, 2. Əslində bu hər bir, yəni 100, belə deyək də, hər bir say sistemində həmin say sisteminin kvadratı kimi olur. Çünki 0, 1, 2 kimi nömrələyəndə 1 vuraq 2-nin kvadratı olur, yəni 4. Nömrələsək 1 vuraq 4-ün kvadratı 16. Sıfırları vurmağın bir önəmi yoxdur da onsuz. 0, 1, 2 kimi nömrələyəndə 1 vuraq 5-in kvadratı, yəni 25. Yenə belə nömrələsək, 1 vuraq 3-ün kvadratı, yəni 9 alırıq. Buna toplayanda 45 plus 9 alırıq 54. Olur, deməli 2-3-də, yəni D variantı. 4. Avtomat qrupu girişə verilən deyir ədədləri müəyyən bir qanuna uyğunluqla emal edib, yəni çıxış ədədləri alır. Bu qanuna uyğunluğa əsasən deyir, boş xanaya yazılacaq uyğun ədədi müəyyənləşdir. Təbii ki, ilk ağla gələn budur ki, ədədin bütün rəqəmlərini 2-yə vurub, məsəl üçün 242 alıb, burada da düz gəlir. Amma 321-ə baxanda uyğunluq pozulur. Deməli, başqa bir variant var. Belə baxıram ki, 321-dən tapmalıyam da, çünki digərlərində 2-yə vurma ilə alınmır və baxıram ki, bu 3 ilə 1-in cəmi mənə 4-ü verir. Həmin 4-ü ilk rəqəm kimi də yazıb, son rəqəm kimi də yazıb. Ortadakını da 2-yə vursa alınır. Görüm o birində düz gəlirmi? 4 ilə 4-ü toplayanda 8, həmin 8-i ilk və son rəqəm kimi yazıb, ortadakı rəqəmi 2-yə vurub. Və burada da alınır. İlk və son rəqəmi toplayıb, yəni 2, ilk və son rəqəm kimi yazıb həmin rəqəmi. Ortadakını da 2-yə vurub. Deməli, bunu da eyni qayda ilə çevirsək, 4 ilə 1-i toplayacağıq 5, yeni alınan ədədin ilk və son rəqəmi kimi 5 yazacağıq. Ortadakı rəqəmi də 2-yə vurub, alacağıq 545, olacaq 4-də C bəndi. 5-ci sual. Ağ-qara təsvirin 16-lıq say sistemində kodlaşdırılması neçə 16-lıq rəqəmdən ibarətdir? Ağ-qara təsvirdə bilirik ki, yəni bir piksel deyək, yəni bir bit yer tutur. Bu da piksel şəklində verdiyinə görə, deyib ki, bir dənəsi bir bit yer tutacaq. Ancaq biz bilirik ki, bir bit 0 da ola bilər, 1 də ola bilər. Bu şərtdə verməyib bizə ki, yəni, məsəl üçün, ağ rənglər deyək də, ağ damalar 0-dır, qara damalar məsəl üçün 1-dir və yaxud qara 1, ağ 0 ola bilər. Əgər elə versəydi, fərqli cavab alardıq. Çünki, məsəl üçün, bu sıfırlarla olsaydı, ağ damalar, artıq ədəd 0-la başlamır axı. Mən buradan sonra baxacaqdım ki, görüm neçə rəqəmli ədəd alınır, çünki onu 16-lığa çevirməliyəm. Məsələn deyirəm də, bu 1-dən sonra
Tutaq ki, başlayaraq yazmışam bu formada, gəlib 30 rəqəmli bir ədəd alınır. Bilirəm ki, 30 dənə 0-1 varsa, mən bunu 16-lığa çevirəndə ikilikdən 4-ə bölürəm axı. Amma əksinə burada bir belə olsaydı, yəni ağ damalar 1 olsaydı, onda başdan başlayaraq götürəcəkdim. Məsəl üçün, başdan başlayaraq 1-dən sonra neçə rəqəm varsa, tutaq ki, 40 dənə var, 40-ı 4-ə böləcəkdim. Yəni ağ və qara olmağını versəydi bu formada həll edərdi. Hətta mən elə OTK-nın burada sınağını açmışdım onu göstərmək üçün o sualı. Yəni ümumiyyətlə bu DİM-in, yəni bu 11-ci sınağı OTK-nın 16 yönü olan sınağı ilə eynidir. Çünki mən bunu keçən izah etmişdim. Suallara baxanda avtomatik gördüm ki, yəni OTK-nın sınağıdır. Və burada verib ki, ağ-qara təsvir bu formada 0-1-lərlə kodlaşdırılır. Hər sətirdədir alınan kod ardıcıl yazılır. Kodlaşma zamanı qara rəng 1-lərlə, bax burada verib artıq. Qara rəng 1-lərlə, ağ rəng 0-larla deyir kodlaşdırılır. Belə olduqda yenə deyirəm, fərqli cür alınacaq. Çünki ədədin əvvəlində 0 yazmıram axı. Yəni bunlar mənasızdır da, mən 16-lığa çevirəndə 0-lar mənə lazım olmayacaq. Bu 1-dən sonra yenə deyirəm, neçə rəqəm varsa mənə o lazımdır ki, mən onu 16-lığa çevirəcəm. Amma bunlar 1 olanda dəyişir yəni fikir. Hətta ümumiyyətlə digər sualları da yəni OTK-nındır. İndi bir neçəsini bax bu sualı bu dəqiqə izah elədim. Elə eynisidir. Bunu da görəcəyik. Eynisidir. Yəni ümumiyyətlə elə ki OTK-nın sınavında. Yəni bir sözlə onu göstərmək üçün dedim ki, yəni burada ağ və qara rəngi desəydi ki 0-1 demədiyinə görə, yəni burada nəzərdə tutmayıb da hansı 0, hansı 1. Ona görə də biz bilmədiyimizə görə belə götürürük ki, burada neçə dənə yəni bit var? 1, 2, 3, 4, 5, 6 dənə bit burada var. Burada neçə dənə bit var? 1, 2, 3, 4, 5, 6, 7 dənə də bit burada var. Yəni 7-nin 6-ya bir, belə deyək də, kvadrat formasındadır, düzbucaqlı. 7-ni də 6-ya vuranda alırıq 42. Elə ki, 42 dənə bit varsa, biz bunu, məsəl üçün belədir də, 0, 1, 0, 1 tutaq ki, belə bir 42 dənə bitdən ibarət bir ədəddir. Biz bunu 16-lığa çevirəndə 4-4 ayırmalıyıq axı. 4-ə böləndə 10 düşür, amma əvvəldə məsəl üçün 2 dənəsi artıq qalırsa, biz onu da yəni 4-ə tamamlayırıq ki, 16-lığın bir rəqəmi olsun. Ona görə üstünə 1 gəlməklə 11 rəqəmli ədəd götürürük. Yəni sadəcə belə deyək də, damaların 1 və 0 olduğunu vermədiyinə görə bu formada götürdüm. Elə bu sual da var idi. Yəni OTK-nın sınavında. Deyir, çəki matrisinə əsasən adi qrafın neçə təpə və tildən ibarət olduğunu müəyyənləşdirin. Təpələrin sayı buradan görünür. 1, 2, 3, 4, 5, 6 dənə yəni təpə var. Tillərin sayını isə necə tapırıq? Əgər bu əlaqəli qrafdırsa, da tillərin sayını 2-yə bölməliyik. Daha doğrusu dolu xanaları sayıb 2-yə bölməliyik. Belə ki, əlaqəli olduğunda bu formada müəyyənləşdirirəm. Baxıram ki, A-dan B-yə yol var da, B-dən də A-ya yol var. Çünki ulduzlar yolların olduğunu göstərir. Sonra baxıram ki, A-dan Y-yə yol var, Y-dən də A-ya yol var. Həmçinin əlaqəli qrafın, yəni qonşuluq matrisi baş diaqonala nəzərən simmetrikdir. Və bir tərəfdə olan ulduzlarla bu biri tərəfdəkilər eyni formada düzülüb. Yəni ki, burada bir ulduz bir tili göstərir. Çünki A təpəsindən B-yə yol varsa, mən belə bir xətt çəkirəm və göstərir ki, B-dən də A-ya yol var. B-dən A-ya olan yol da eyni bir tildir də. Deməli, bir til cədvəldə 2 dəfə ulduzla göstərilib. Məsəl üçün, A-dan Y-yə yol var, bu formada çəkmişəm. Y-dən də A-ya yol var, eyni qayda ilə həmin tili çəkəcəm. Ona görə ulduzları sayıb 2-yə bölsəm, tillərin sayını tapa bilərəm. Ya da belə eləyə bilərik ki, diaqonalın bir üzünü saya bilərəm. Çünki o biri üzü ilə eynidir. 1, 2, 3, 4, 5 dənə. Deməli, 5 dənə də til var. 6 təpə oldu, 5 dənə də til. 6 təpə, 5 til olur A variantı. 7-ci sual. Alqoritmdəki dövr neçə dəfə icra olunduqdan sonra A dəyişəninin deyir qiyməti A dəyişəninin qiyməti 2-yə bərabər olar. Deməli, birinci dəfə 25-i 2-yə bölür, tam hissəni götürür 12. Bu A-nın qiymətidir də. Sonra üstünə 1 gəlir, alır 13. Bu oldu birinci dövr. Yəni 13 böyük bərabərdir 3-dən. Bəli, geri qayıdır əvvələ. İkinci dəfə 13-ü 2-yə böləndə tam hissəni götürür 6, üstünə də 1 gəlir 7. 7 böyük bərabərdir 3-dən, bəli. Yenə geri qayıdır əvvələ.
7-ni 2-yə böləndə tam hissə 3 düşür. 3-ün üstünə 1 gəlir, 4 alır və 4 böyük bərabərdirmi 3-dən? Hə. Növbəti dəfə 4-ü 2-yə böləndə tam hissəni götürür 2 və burada götürmək olmasa, deyir ki, A dəyişəninin qiyməti 2-yə bərabər olar nə vaxt? Bu deyir ki, dövr neçə dəfə icra olunandan sonra, yəni dövr tam başa çatmalıdır. Axı burada hələ dövr yarımdır, yəni biz tamamlamalıyıq bunu. Və mən 2-nin üstünə 1 gələndə 3 alıram. Deməli, hələ dövr, yəni burada tamamlanıb A-nın qiyməti 3 olub. Yəni A-nın son qiyməti 2-yə bərabər olmalıdır dövrün sonunda. Və 3 böyük bərabərdir 2-dən, bəli. Geri qaydanda 3-ü 2-yə böləndə tam hissə 1 düşür. 1-in üstünə 1 gələndə 2 eləyir. Və 2 böyük bərabərdir 3-dən? Xeyr. Və fikir verin, dövrün sonunda artıq A-nın qiyməti 2 oldu. Yəni biz bu 2-ni götürməliyik. Neçə dəfə, yəni dövr getdi? 1, 2, 3, 4, 5 dəfə dövr icra olundu. 7-də də olur Y bəndi. 8. Elektron cədvəlin A2 xanasında olan bu düsturu 2 sütun sağa, 2 sətr aşağıya köçürsə, yeni xanada hansı düstur alınar? Əgər 2 sütun sağa deyirsə, deməli bu 1, 2 gəlib düşür C-yə. 2 sətr aşağı olanda da, deyib ki, bu 1, bu 2, 3, 4. 2 sətr aşağı düşəndə gəlib düşür 4-ə. Yəni biz bu xanaya köçürtməliyik və dollar A1 üstəgəl B dollar 2 bu bölünsün, dollar C1 çıxaq, dollar A, dollar 1-ə. A-dan C-yə 2 sütun yerini dəyişib, 2-dən 4-ə də 2 sətr yəni yerini dəyişib. Ancaq bilirik ki, burada A-nın qarşısına dollar qoyubsa dəyişməməlidir də, mütləqdir. Ancaq sətr isə nisbidir. 2-dən 4-ə 2 sətr artıbsa, 1-dən də 2 sətr sonra 3 gələcək. Sonra B-dən 2 sütun sonranı götürsəm, D-yə düşəcək, ancaq 2-nin qarşısında dollar var deyə bu alınacaq. A3 üstəgəl D2-dən əslində birbaşa cavabı tapmaq olur, yəni imtahanda test tapmaq üçün. Belə varsa birbaşa götürə bilərəm. Amma yenə də mən izah üçün deyirəm. Dollar C1 olanda dollara görə C-ni dəyişmirəm. 1-dən də 2 sətr aşağını tapsam C3 alınır. Və bu ümumiyyətlə mütləq ünvan olduğu üçün hər ikisinin qarşısında dollar var. Onu olduğu kimi saxlayırıq. Olur elə Y bəndi. Sonra A bərabər 4 olduqda proqramın nəticəsini müəyyənləşdirin. 4 qiyməti daxil edilir və onda F4 alınır. Və biz əvvəldən F-anın qiymətini bilmədiyimiz üçün alt proqrama müraciət edirik. Deməli, F4 olduqda A-nın qiyməti burada 4-ə bərabər olur və 4-ü 2-yə vurur, 8 alır. Sonra 8-i sətr tipinə çevirir, dırnaqda 8 alır və 5-i vurur dırnaqda 8-ə. Ədədi də bilirik ki, sətrə vuranda ədəd qədər sətr qaytarır, yəni 5 dənə 8. Return B-də, yəni bu B-nin axırıncı qiymətini proqrama ən son çağırılan funksiyaya geri qaytarır, yəni F4-ə. F4 əgər dırnaqda 5 dənə 8-dirsə, onda print dırnaqda 5 dənə 8-ə görə elə 5 dənə 8-in qiyməti ekrana çıxır da. Print çünki dırnaqları ataraq çapa verir. Proqramın nəticəsini müəyyənləşdirin. Burada da yenə məntiqi tutduqdan sonra test tapmaq olacaq. Ümumiyyətlə, Pythonda bu formada yazılmalıdır ki, yəni tezləşdirək. I-nin qiyməti birinci A siyahısının ilk elementi olan 12 olur. Və K bərabər olur. I-ni 10-a böləndə tam hissə. 12-ni 10-a böləndə tam hissə 1 düşür. Qalıq isə 2 qalır. Və bunları baxıram ki, 12-nin əslində rəqəmləridir də 1 ilə 2 toplayıb 3 alıb. Sonra şərt verib ki, 3 kiçik bərabərdirmi 9-dan? Bəli, yəni rəqəmlərinin cəmi 9-dan kiçik olduğuna görə həmin deməli, i-ni, ədədi 10-a vurur, B siyahısına əlavə edəcək. Yəni, bu 12-ni 10-a vurur, 120 alır. Üstünə də K-nı gəlir, yəni rəqəmlərinin cəmini. Həmin o 123-ü götürür, B siyahısına əlavə edir. Və mən burada artıq məntiqi anladım. Onsuz da hamısı fikir verək, 2 rəqəmli ədədlərdir də. 2 rəqəmli ədədi də 10-a böləndə tam hissə 2 rəqəmi götürür. Qalıq da sonuncu rəqəm, yəni ikinci rəqəmi götürür. Məsəl üçün, digər ikinci üçün yazsam, E-nin qiyməti 34 olanda, K olacaq 34-ü 10-a böləndə tam hissə 3, qalıqda 4. Hamısı üçün bu qaydada işləyəcək. Yəni, həmin ədədin rəqəmlərini K cəmləyəcək. Və baxacaq ki, rəqəmləri cəmi 7-dən kiçik bərabərdirsə, həmin bu ədədi 10-a vuracaq, yəni 340, üstünə də rəqəmlərinin cəmini gələcək, 347 və bunu götürüb B siyahısına yığacaq.
Onda məntiqi tutaraq birbaşa B siyahısını yaradaq. 123, 347. Sadəcə baxmalıyam ki, rəqəmlərinin cəmi 9-dan kiçik bərabərdirmi? Yəni, bu şərti ödəyirmi? 23-ün rəqəmləri cəmi 5-dir. 5 bəli, 9-dan kiçik olduğuna görə onda bunu hesablayacağıq. Deməli, 23-ü 10-a vuracam, 230, üstünə də rəqəmlərinin cəmi olan 5-i gələcəm. Deməli, 235. Amma 56-da rəqəmləri cəmi 11 eləyir. 11 9-dan kiçik deyil axı. Ona görə şərt ödənməyib geri qayıdacaq əvvələ. Yəni, burada hesablamayacaq. 67-nin də rəqəmləri cəmi 9-dan kiçik deyil. Burada da hesablamayacaq. Amma 45-in rəqəmləri cəmi 9-dur və 9 9-dan kiçik bərabərdir. Şərt ödənir deyil, hesablayacaq. 45-i 10-a vuranda 450, üstünə də rəqəmlərinin cəmini gəlsək 459 eləyəcək. 13-də də ödənəcək. Rəqəmləri cəmi 4-dür, 9-dan kiçikdir. 13-ü 10-a vuracaq, 130. Üstünə də rəqəmləri cəmi 4-ü gələcək, 134. Bundan sonra, indi kənar hissəni silim, artıq bu bizə lazım deyil. Verib ki, printdə maksimum B çıxaq minimum B. Yəni, alınan həmin B siyahısında ən böyük ədədlə ən kiçik ədədin fərqini tapacağıq. Ən böyük ədəd 459-dur. Ən kiçik ədəd isə 123-dür. Bunları da bir-birindən çıxanda, deməli 336 eləyəcək. Olacaq onda A variantı. Sonra 11. Proqramın nəticəsini müəyyən edin. Deməli, n dəyişəninin qiymətini almaq üçün əvvəlcə 23-ü 10-a böləndə tam hissəni tapacam. Bu hissə mənə verir, 23-ü 10-a böləndə tam hissə 2 düşür. Bax, buraya yazdım 2. Burada bir dənə mötərizə var axı. Deməli, 2 üstü 2-ni hesablayır. Yəni, 4-ü. Yox, bir dəqiqə. Görüm, mötərizəni harada qoymuşdum. Hə, 23-ü 10-a böləndə tam hissə bu hissədən 2 aldım. Və buranı silirəm. Hə, düz yazmışam. Deməli, 2 almışam. Onda 2 üstü 2. Bu hissə mənə 4-ü verəcək. Və STR 4 almışam da, elə ki, STR 4. Bu da bilirəm ki, dırnaqda 4-ü verir. Dırnaqda 4 üstəgəl. Bu int bütöv mötərizəyə aiddir. Yəni, bütöv mötərizənin içərisini hesablayandan sonra onu tam tipə çevirəcəm. Ona görə burada mötərizəni açıb qarşısına int yazıram. Üstəgəl. 23-ü 10-a böləndə qalır 3. 3-ün kvadratı da verir 9-u. 9-u sətir tipinə çevirəndə də dırnaqda 9 alacaq. Birinci, yəni sətir tipində toplayıram, birləşmə yaranır da. Sonra bunu da tam tipə çevirəndə ədəd kimi, yəni 49 alıram. Yəni, deməli, bu new dəyişəninin qiyməti olur 49 bir sözlə. İndi bu hissəni silək. Çünki ondan sonra artıq dövr gedəcək. Artıq tapdıq ki, bu dəyişənin, yəni bunun qiyməti oldu 49. Birinci dəfə şərt verib ki, 49 fərqidirmi 0-dan? Bəli. Onda S-i hesablayır. S üstəgəl 0 plus 49-u 10-a böləndə qalır 9 və n-in dəyişəni, yəni n-ü dəyişənin qiymətini alanda həmin ədədi 10-a böləndə tam hissəni götürür, 4-ü. Əslində baxanda bilinir artıq, ədədin rəqəmlərini cəmləyəcək, yəni cavab 13 olacaq. İkinci dəfə n-in qiyməti 4-dür. 4 fərqidirmi 0-dan? Bəli. S bərabər olur S plus, yəni 9 üstəgəl n-i 10-a böləndə qalıq. 49-u 10-a böləndə qalıq da, daha doğrusu üzr istəyirəm, n-in qiyməti 4-dür. 4-ü 10-a böləndə qalıq da 4 düşür. Alınır 13. Sonra 4-ü 10-a böləndə tam hissədə 0 düşür. Üçüncü dəfə geri qaydanda əvvələ 0 fərqidirmi 0-dan? Yox, cavabı alırım. Və print S-ə görə, yəni 13 qiymətini çapa verir. Olur B variantı. 12. A 45, B 32-dir deyir. B 32. Və n-ü dəyişənini aldıqda A-nı 10-a böləndə tam hissə, 42-ni 10-a böləndə tam hissə 4 düşür. B-ni 10-a böləndə qalıq, 32-ni 10-a böləndə qalıq da 2 düşür. Toplayanda da alıram n-i 6.
İndi if-dir, şərt verib ki, 6-nı 2-yə böləndə qalıq 0-dan fərqlidirmi? Xeyr, elə 6-nı 2-yə böləndə qalıq 0-dır, yəni 0-dan fərqli deyil. Onda şərt ödənmirdi, əks haldan hesablamalıyam. 10 vuraq new n. Yəni 6-nı 10-a vururam. Alıram 60 plus B-nin 10-a bölünməsindən alınan qalıq. B 32 idi. Bunu da 10-a böləndə qalıq 2 düşür. Alırıq 62. 12 olur D variantı. Sonra 13. Deməli, burada i parametri A sətrinin simvollarını bir-bir götürəcək. Yenə də məntiqi tutsaq, tez tapa bilərik, yəni proqram icrasını. i-nin birinci qiyməti olur dırnaqda A. Və şərt verib ki, i, yəni dırnaqda A-dır da, dırnaqda A fərqlidir dırnaqda A-dan. Xeyr. Bu tərəfi daha yoxlamağa ehtiyac yoxdur. Çünki bilirəm ki, and olduqda, yəni ortada, hər iki tərəfdə hə cavabı almalıyam ki, şərt ödənsin. Çünki və deməkdir axı. Deyir ki, bu və bu olarsa, yəni şərt doğru olur. Artıq biri ödənməyibsə, deməli şərt ödənmir, onda geri qayıdıram əvvələ. İkinci dəfə, deməli, i-nin qiyməti olur dırnaqda B. Dırnaqda B fərqidirmi böyük A-dan və dırnaqda B fərqidirmi kiçik A-dan? Bəli, şərt ödənir. Ondan sonra B-yə əlavə edir. Görək nəyi? i-ni K-ya vurur. i-nin qiyməti dırnaqda B-dir. K-nın qiyməti isə 1-dir. Və ədədi də sətrə vuranda ədəd qədər sətr qaytarır. Yəni, biri dırnaqda B-yə vuranda bir dənə B-ni qaytaracaq və bunu B siyahısına əlavə edəcək. Yəni, B siyahısı hələ ki olacaq bir dənə dırnaqda B. K1 vahid artır, olur 2. Baxıram ki, şərt nə vaxt ödənir? Artıq məntiqi əslinə müəyyən qədər tutdum. Deməli, burada A sətrinin simvolları böyük A və kiçik A-dan fərqli olduqda şərt ödənir. Çünki şərti belə qoyub ki, əgər yəni bu i-nin qiyməti böyük A-dan fərqlidirsə və eyni zamanda kiçik A-dan fərqlidirsə, yəni böyük A və kiçik A olmasın da, onda qalan hərflərdə şərt ödənəcək. Qalan hərflərdə də necə eləyir? i-nin qiymətini həmin bu dırnaqda B-ni K-ya vurdu. K da 1 idi axı. Deməli, bir dənə B-ni qaytardı. Və K-nın qiyməti 1 vahid artıb 2 oldu. Növbəti dəfə şərt nə vaxt ödənəcək? i-nin qiyməti dırnaqda C olduqda. Bu dəfə də B-yə əlavə edəcək. i vuraq K-nı. Yəni, dırnaqda C vuraq K-nı 2-ni. 2-ni C-yə vuranda da 2 dənə C qaytarır. K 1 vahid artıb 3 olur. Deməli, bu qayda ilə K-nı hər dəfə 1-1 artırsaq, həmin K-nın sayı qədər hərfləri siyahıya yığacaq da, şərti ödəyən hərfləri. Növbəti dəfə məsəl üçün D olacaq. Artıq K 3-də axı. 3 dənə D-ni bura əlavə eləyəcək. Bura 3 dənə D-ni əlavə edəcək. Sonra K burada şərt ödənəndə sayır axı K-nın qiyməti. K 4 olacaq, 4 dənə F-i əlavə eləyəcək. Sonra K1 də artacaq, 5 dənə Y-ni əlavə edəcək. Bu formada. Yeni siyahı olacaq, bax belə. Bundan sonra dövrdən çıxacaq və deyəcək ki, B-də ikinci element 0, 1, 2. Gəlib, yox, bir dəqiqə. Deməli, 0, 1, 2 D-yə düşür. Bunun uzunluğudur da L. Bunun uzunluğu bizə verir 3-ü. Yəni, bu hissəni aldım 3. Sonra deyir, len B çıxaq 1. Ümumi len B 1, 2, 3, 4, 5-dir də. 5-dən 1 çıxanda alıram 4. Yəni, B-də 4-cü element alınır burada. Belə bir şey alınır. B-də 4-cü element də 2, 3, 4 gəlib 5 dənə Y-yə düşür də. Bu Y-lərin uzunluğu 5 dənədir axı. 3 ilə 5-i də toplayanda alır 8. Olur 13-də D variantı. 14. N-ə deyir 67, K-ya isə 7 qiymətini daxil eləsək, proqramın nəticəsini müəyyənləşdir. Deməli, birinci dəfə şərt verir ki, 67 0-dan fərqlidirmi? Bəli. Onda STR 1-i alanda, gəl bunu S1 kimi ifadə eləyək. Onsuz da başqa S yoxdur da. S1 bərabərdir. S1 yazdım. A-da
N-in k-ya bölünməsindən alınan qalıq. N-i, yəni 67-ni 7-yə böləndə də qalıq düşür 4. A-da 4-cü element üstəgəl S1-in qiyməti dırnaqda boşluqdur da. A-da 4-cü element 0, 1, 2, 3, 4 elə 4-ün özünə düşür. Bunları da toplayanda alıram dırnaqda 4. N-in k-ya bölünməsindən alınan tam hissə 67-ni də 7-yə böləndə tam hissə 9 düşür. İkinci dəfə geri qayıdır buradan əvvələ. 9 fərqlidirmi 0-dan? Bəli, şərt ödənir. S1-i tapanda N-in k-ya bölünməsindən alınan qalıq. N 9 idi, k-da 7. Böləndə qalıq düşür, deməli 2. A-da ikinci element üstəgəl S1. S1-in də qiyməti dırnaqda 4-dür. A-da ikinci element gəlib elə dırnaqda 2-yə düşür. Üstünə də 4-ü gəlsək alınır, dırnaqda 2-dir. Və 9-u 7-yə böləndə tam hissə düşür, deməli 1 dəfə. Geri qaydanda əvvələ yenə 1 fərqlidirmi 0-dan? Bəli. S1-i hesablayanda deməli 1-in 7-yə bölünməsindən alınan qalıq elə 1 düşür. Üstəgəl S1-in də qiyməti dırnaqda 24-dür. A-da birinci element dırnaqda 1-ə düşür. Üstünə də dırnaqda 24-dür. Gələndə alırıq dırnaqda 1, 2, 4. Və sonra N-i hesablayanda N1-i daxı 1-i k-ya, yəni 7-yə böləndə tam hissə 0 düşür. Bir də geri qayıtsaq əvvələ 0 fərqidir, 0-dan yox cavabı alırıq və dövrdən çıxırıq. S1-in axırıncı qiymətini, yəni 120, dırnaqda 124-dür. Print də dırnaqları atır, 124-dür, çapa verir. Ne olur 14, 15. Demək olar elə Python suallarıdır ancaq. Sonra burada da bir-bir tapıb uyğunlaşdırma aparacağıq. I-nin qiyməti, burada simvolların sayı nə qədərdir bit sözündə? 1, 2, 3, 4-dür də. Yəni 4 çıx 1, 3 alıram bu hissəni. Deməli, i-nin qiyməti dəyişir 0-dan 3-ə kimi. Amma bilirik ki, burada 3 yazılıbsa, 3-ün özünü götürmür axı. Yəni 0, 1, 2 olur i-nin qiymətləri. Onda birinci dəfə i 0 olduqda deyir print i plus 1. Yəni 0 plus 1, 1 alıram. 1 vurulsun A-da 0 plus 1, yəni birinci element. İndeksləsək 1-i A-da birinci elementə, yəni dırnaqda i-yə vursam, elə bir dənə i alacam. Hələ ki print bu bir dənə i-ni çapa verdi. İkinci dəfə i-nin qiyməti 1 olduqda i plus 1, yəni 1 plus 1, 2 vurulsun. A-da 1 plus 1 ikinci element. 2-ni də ikinci elementə vursam, yəni dırnaqda t-yə, bu dəfə də 2 dənə t-ni çap eləyəcəyim. Da uyğun olaraq aslında görünür ki, növbəti dəfə i 2 olanda 2-ün üstünə 1 gəlib 3, 3 dənə yeni bir-birinə vurur, yəni 3 dənə yeni çapa verəcək. Bu formada alınacaq. i 2 dənə t, 3 dənə y. i 2 dənə t, 3 dənə y. 1-ə olur A bəndi. Bu 1-ə olur A variantı. Bu qutarır, sonra keçirik o biri üçün yazmağa. Deməli, növbəti üçün yazsam, burada eyni alınır, yəni 4 çıx 1, 3-ü verir. I-nin qiymətləri 0-dan 3-ə kimi, yəni 0, 1, 2 olur. Birinci dəfə i 0 olanda 0-ı vurur A-da 0-cı elementə. Heç buna baxmağıma gərək yoxdur. 0 nəyə də vursam onsuz 0 olacaq. Keçirəm ikinci dövrə, yəni heç nəyə çapa vermir də burada. İkinci dəfə i-nin qiyməti 1 olur. i 1 olduqda, yəni əslində 0-ı burada A-da 0-cı elementə B-yə vurur. Yəni belə alınır da ki, yəni 0 dənə elə ki B qaytar. Onda heç nə çap eləmir axı ona görə. i 1 olduqda 1-i vurur A-da birinci elementə. Buna görə. Və bir dənə A-da birinci element də i-yə düşür. Bir dənə i-ni çap eləyir də ədəd qədər sətir qaytarır. Növbəti dəfə i 2 olduqda 2-ni vurur A-da ikinci elementə. Yəni 2 vuraq A-da ikinci elementdə t-ya düşür. 2 dənə t-nı çapa verir və dövr bitir. Çünki 3 dənə idi i-nin qiyməti. i 2 dənə də t. Elə 2-yə də olur B variantı. 2-yə də olur B bəndi. Sonra gəlir matez tapmaq üçün imtahanda baxıram.
1'ə A, 2'yə B-dirsə, 1'ə A, 2'yə B-dirsə, 1'ə A, 2'yə B-dirsə olur bu əslində variant. Yenə də mən sadəcə izah üçün yazıram ki, yəni hər biri aydın olsun da nəyə görə elə alınıb. Təbii ki, test tapmaq üçün variantlara baxmaq lazımdır. Növbəti dəfə bu simvolların sayı olur 4. İ'nin qiymətləri olur 1-dən 4-ə kimi, amma 4-ün özünü götürmüş. İ'nin birinci qiyməti 1 olanda, bax 1 vurulsun, ulduz verib də dırnaqda. Vergül i vuraq, yəni 1 vuraq A-da birinci element. 1'i ulduza vuranda elə bir dənə ulduzu çapa verir. Bu vergül boşluq qoyur, sep, yəni parametrinə görə. 1'i də A-da birinci elementə, yəni i-yə vuranda bir dənə i-ni çapa verir. İkinci dəfə i-nin qiyməti 2 olduqda 2 vurulsun, dırnaqda ulduz olur. Yəni 2'ni də dırnaqda ulduza vuranda bu dəfə 2 dənə ulduz çap eləyir də, ədəd qədər sətir qaytarır. Bu vergülə görə yenə burada biraz boşluq qoyur. i vuraq, yəni 2 vurulsun, A-da ikinci element. A-da ikinci element T'dir. 2'ni də dırnaqda T'yə vuranda 2 dənə T'ni qaytarır. Deməli, uyğunluğu artıq tutduq. Növbəti dəfə i 3 olanda 3 dənə ulduzu buradan çap eləyəcək və deməli, A-da 3-cü element də Y-yə düşür deyə 3 dənə də Y-ni çapa verəcək. Ulduz Y, I, 2 dənə ulduz T, 3 dənə ulduz, 3 dənə Y. Olur növbətiyə də C variantı. 1'ə A, 2'yə B, 3'ə C. Elə uyğun gəldi. N deyir 3'dür, K 2'dir və bu formada olduqda deyir funksiyanın qiymətini tap. Burada F funksiyasını ff3-2 kimi alırıq. Və alt proqramdan istifadə edərək yerinə yazsaq, N'in qiymətini 3, K'nın qiymətini də 2 alırıq. N3, K2. A da N'ə bərabərdir, yəni 3'ə. İndi dövrə aparaq. K, yəni 2 fərqidirmi 0-dan? Bəli. A bərabər A vuraq A. A 3 idi də, 3'ü 3'ə vuranda alır 9. K'dan 1 çıxır, 2'dən 1 çıxıb 1 alır. A'nı 2 vaid azaldır, 9'dan 2 çıxıb 7 alır. Və buradan geri qayıdır əvvəl. İ'nin qiyməti, i deyirəm, K'nın qiyməti 1 idi. 1 fərqidirmi 0-dan? Bəli. Onda A bərabər A vuraq A. 7 idi axı A'nın son qiyməti. 7'ni 7'yə vuranda 49. K'dan 1 çıxır, 1 idi 0 olur. Və A'dan 2 çıxır təzədən. 49 idi, 2 də çıxanda 47 qalır. Üçüncü dəfə dövrə qaydanda K neçədir? 0. 0 fərqidirmi 0-dan? Yox cavabı alırıq. Və dövrdən çıxır artıq. A'nın aldığı son qiymətini, yəni 47-ni proqrama ən son çağırılan funksiyaya, yəni F3-2 geri qaytarır. F3-2 47-dirsə, onda printdə elə 47-ni çapa verir. 16 da olur A variantı. 17. Aha. Deməli, S-in qiyməti 67-dir. K-nın qiymətləri isə dəyişir 4-dən 9-a kimi. Yəni 4, 5, 6, 7, 8 olur. Və K yəni 4 olduqda S bərabər S çıx 7-ni hesablayır. 67-dən 7 çıxır, 60 alır. Və ikinci dəfə K 5 olanda yenə 60-dan 7-ni çıxır da. Deməli, burada bu K'nın qiymətləri 4, 5, 6, 7, 8 olmağı mənə bir önəm daşımır. Çünki mən hər dəfə S-dən 7 çıxacam. Yəni K burada bir şey ifadə eləmir. Sadəcə dövrlərin sayını göstərir. Belə deyim də, bu 1-dən 6-ya olsaydı da, yenə də K 1, 2, 3, 4, 5 olub, yenə də 5 dəfə dövr gedəcəkdi. Yəni 4-dən 9 olmağı bir şey ifadə etmir. Sadəcə dövr sayı 5 dəfə olduğunu göstərir. Deməli, mən bu S-dən 67-dən 5 dəfə 7 çıxacam da. Yəni 67-dən 5 dənə 7-ni çıxsam, qalacaq 32. Vəssalam. 17 olur C bəndi. Verilənlərin ötürülmə sürəti, yəni V-si 1024-ə 210 kimi yazaq. Bit böl saniyədir. Bu rabitə kanalı vasitəsilə 8 kilobayt həcmli bir fayl ötürülür.
Eyni vaxt ərzində, yəni T sabitdir, başqa bir rabitə kanalı ilə sürəti 256, yəni 2/8 bit bölü saniyə olan sürət ilə ötürülən faylın həcmi nə qədər olar? V1 Q1, V2 Q2. Burada tənasüb qururuq. V bərabər Q bölü T'dir də. V Q ilə necə asılıdır? Düz mütənasib. Onda 2/10 bit bölü saniyə ilə 8 kilobit həcmində informasiya ötürülürsə, 2/8-ə nə qədər düşür? Bunu tapırıq. Çünki T sabitdir. 2/8-i 8-ə, yəni 2/3-ə vurub bölürəm 2/10-a. 2/11-i də 2/10-a böləndə elə 2 qalır. Olur C variantı. 19. İnternet resursu identifikatorunda protokol hissəsi hansıdır? HTTP. Bax, A variantı. Bura protokolu bildirir. Bu isə serveri və yaxud da ki, domen adı bildirir. Bu hissədə resursun adını və yaxud faylın adını, yəni göstərir. Nizat məktəbdə fəaliyyət göstərən 6 dərnəkdən 3-cüsündə məşğul olur. Bu məlumatın informasiya miqdarı ən azı neçə bit olar? Elə ki, əlimdə 6 dənə dərnək var da. 6 dənə dərnəyə 6 simvollu bir əlifba kimi baxsam, yəni sanki əlimdə 6 dənə hərfdən ibarət bir əlifba var. Deyir ki, bir əlifba, yəni daha doğrusu bir simvol nə qədər yer tutar? Çünki Nicat 6 dənə dərnəkdən 3-cüsündə məşğul olur, 3-cü də bircə dənə daxil elə. Yəni bir dənəsinin yaddaşda tutduğu yeri istəyir. 6-nı onda 2 üstü kimi göstərsəm, tam 2-nin qüvvəti olmadığına görə 2 üstülər arasında göstərir. Bilirik ki, özünə yaxın ən böyük 2-nin qüvvəti seçilir bu halda. Yəni deməli bir dənəsi, bir dərnək ən azı 3 bit informasiya tutar. Desəydi ki, məsəl üçün də 6 dərnəkdən ikincisində və üçüncüsündə məşğul olur. Bu məlumatda neçə bit var? Artıq ikinci və üçüncüdə deyirsə, birində 3 bitdirsə, o birində də 3 bitdir də. İkisi bir yerdə 6 olardı. Amma üçüncü olan bir dənə daxı, bir dənəni soruşursa, onda elə 3 bit. A verib FF 16-lıqda, B də onun ikilikdə. Bu cəmi ikilikdə istəyir. FF-i 16-lıqdan ikiliyə çevirsəm, bilirəm ki, F4 dənə 1-dir də. Onda burada 8 dənə 1 alınacaq. Üstə gəl 1, 0. 1 qutaracaq. Bundan sonra ancaq 0 alınacaq. Çünki 1-in üstünə 1 2 eləyir, amma ikilik say sistemində 2 yoxdur da. 2-ni 2-yə böləndə qalıq düşür 0. 0 yazıram, 1 yadda. O bir yaddanı bura əlavə eləyəndə yenə 2 alınır, yenə 0 yazıram, 1 yadda. Beləliklə ancaq 0, 1 yadda gedir, yəni belə bir şey alınır da. 1, aralıqda nə qədərsə 0, 1. Da sıfırların sayına fikir vermədim, çünki onsuz da uyğun variant bir dənə C-dir. Şəbəkə topologiyasına aid deyil. Şin topologiyadır, ulduzda, halqada, hibriddə, amma port bilirik ki, yəni qurğudur da, bu aparat təminatına aiddir. Deməli, elektron cədvəlin B4, Y4 diapazonuna əsasən diaqram qurulmuşdur. B4, bu isə Y4 diapazonuna əsasən diaqram qurulub. Diaqrama əsasən C3 xanasına nə yazsaq, doğru diaqram, yəni alınır. Bunu da bir X ilə göstərək. Tapaq. B4 bərabərdir. C3 elə X yazaq. Üstəgəl B3. B3-də 2-dir. Vurulsun B3, yenidən 2. Alıram 2x plus 4. C, deməli, 4-ü tapsam, D3, yəni 6, vuraq C3, x, bölünsün 9, üstə gəldə 3. Üstə gəldə C3, yəni x. D4-ü tapsam, D3 üstəgəl B3, yəni 6, üstəgəl 2, 8, çıxaq C3, yəni x. Y4-ü tapsam, C3 vur Y3, yəni x vurulsun 5, 5x, çıxılsın B3 plus C3. B3 deməli 2-dir, C3 də x-dir. Burada da alıram 4x minus 2. İndi diaqrama baxaq. 2 dənə 33% verib, 2 dənə 17%. Deməli, bu 4 dənədən hansısa ikisi
bir-birinə bərabərdir. Qalan ikisi də bir-birinə bərabər olacaq ki, yəni bu formada diaqram alınsın. Ki, yəni 2 dənə 33% varsa, ikisi bir-birinə bərabərdir. 2 dənə 17 varsa, qalan ikisi də bir-birinə. Və baxıram ki, 33 təbii ki, böyükdür də 17-dən. Deməli, burada hansısa iki qiymət digərlərindən böyük olacaq. Heç hələ x-a bilmirəm də neçə qiymət verəcəm. Təxmini bir dənə 5 yoxlayıb baxıram ki, hansında qiymət böyük alınar. Məsəl üçün 5 verəndə 5 dəfə 2 10 üstəgəl 4. Bura 14-ü verirmi? Yəni B4. Bunu təqribi yazıram ha. 5-i 6-ya vuranda 30, 30-u 9-a böləndə 3 tam nə qədərsə, üstünə də 5 gələndə 8 tam deyək də nə qədərsə alınır. 8-dən 5 çıxanda 3 alınacaq. Burada isə 5-i 4-ə vuranda 20, 20-dən də 2 çıxanda 18 alınacaq. Bax, hansılarda qiymət böyük alındı? Bir burada, bir də burada. Yəni 4x çıx 2 ilə 2x plus 4-də qiymət böyük alındı. Qalanlarında isə kiçik qiymət alındı. Deməli, bunlar bu ikisi, yəni 2x plus 4 ilə 4x çıx 2 33%-ə uyğundur da. Və ikisi də bir-birinə bərabərdir deyə bunları bərabərləşdirirəm. Buradan x-i tapıram. Bu da 2x 6-dırsa x 3 alınır. Vəssalam, elə C3-ün qiyməti olur. Yəni 3. Yoxlayıb baxaq görə yenə də. Yəni düzgün ədədlər alınacaqmı? Bunları silirəm. Bu özümdən yazmışam da 5-i qiymət verərək. Birinci dəyişim. Bax 2x plus 4. 2 dəfə 3 6, üstünə də 4 10-u verdim. Burada yerinə yazaq. 3 qoysam x-a gedib 2 üstəgəl 3 5 eləyəcək. Sonra 8 çıxaq 3-də 5 eləyəcək. 4 dəfə 3, 12 çıx 2 də 10 eləyəcək. Bax, 2 dənə 10 olur 33%-ə, 2 dənə 5 də olur 17%-ə. Deməli, cavab olur 3. Mətn redaktorunda yaradılmış sənəd bir səhifədən ibarətdir. Yəni, bir dənə səhifə var. Və səhifəyə bu qədər pikseldən ibarət 4 dənə ağ-qara şəkil əlavə olunur. 4 dənə ağ-qara şəkil. Mətn faylını yadda saxlamaq üçün neçə klasterdən istifadə olunur? Bura kimi hələ tapım, ondan sonra klasteri, yəni taparıq. Birinci, bu mətnin həcmini tapmalıyam. Bircə dənə səhifədir, amma 4 dənə şəkil var. Bir dənə şəklin həcmini tapıb, onda 4-ə vuracam da. Piksel sayı, yəni 2 üstü 8 vurulsun, 2 üstü 9. Ağ-qara deyirsə, rəng dərinliyi 1 bit olur. Bu da 2 üstü 17 biti verir. Bu bir dənə şəklin həcmidir. Axı bundan 4 dənə var. Onda 4-ə də vursam 2 üstü 19 bit alaram. Kilobayta çevirəcəm, çünki klasterə baxıram ki, həcmi kilobaytla verib. 2 üstü 13-ə bölsəm 64 kilobayt eləyəcək. Artıq bu sənədin deyək də mətn faylının həcmini tapdım. 64 kilobaytdır. Deyir, bu mətn faylını yadda saxlamaq üçün neçə klasterdən istifadə olunur? Klaster sayını tapanda da həmin mətnin həcmini klasterin həcminə bölürəm. Bu da bizə verir deməli 16. Deməli 16 dənə klasterdən istifadə edilir. 25. Verilənlər bazasının cədvəl fraqmentinə əsasən neçə şagird ən azı 2 müxtəlif dərnəkdə məşğul olur? Şagirdlərin ID kodları, adları, sinifləri, dərnəyin ID kodudur bunlar, dərnəyin adı, rəhbəri və s. Bu birində də verib şagirdlərin adı və onların deməli məşğul olduğu, yəni ki, hansı dərnəklərdə məşğul olduğunu verib. Əslində, bizə heç bu ikisi lazım deyil. Yəni, düzdür, verib bildim ki, yəni bunlar şagirdlərin ID kodlarıdır, bunlar da dərnəklərin. Ancaq verməsə də bilirəm də, ID şagird, ID dərnək yazıb. Deyir ki, bir şagird ən azı 2 müxtəlif dərnəkdə məşğul olmalıdır. Yəni, qalan 2 cədvəl artıq bizə lazım olmayacaq. Bir dənə üçüncüyə görə tapa bilərik. Bax, 2201 ID kodlu tələbə eynidir də. Eyni bir tələbəni verib, yəni cədvəldə. Həmin tələbə 2 dənə müxtəlif dərnəkdə məşğul olur. 3502 təbii ki, ayrı bir dərnəyin kodudur. 3300 də ayrı bir dərnəyin kodu. Deməli, bir tələbə 2 dərnəkdə məşğul olur və şərt ödənir. Deyir ki, ən azı 2 müxtəlif dərnəkdə məşğul olmalıdır. Deməli, biri oldu 2201. Sonra 2202, 3502 ID kodlu, yəni dərnəkdə məşğul olur. Baxın, başqa varmı 2202? Bax, burada da var. 3501-də də məşğul olur. Ayrı-ayrı dərnəklərdir. Deməli, bunu da götürürəm.
2203 təkdir. Baxın, yoxdur, yəni başqa. Deməli, bunu seçməyəcəm. Ən azı deyir 2 dənəkdə məşğul olmalıdır. 3209 da 2 dənədir və ayrı-ayrı fikir verək dərnəklərin ID kodlarıdır. Deməli, 3209-u da götürəcəyik. 3312-dən yoxdur təkrar. Ona görə bunu silirəm. Ən azı 2 dənə olmalıdır. 3314-dən 2 dənə var. Fərqli ID kodları olan dərnəklərdir. Deməli, bunu da götürürəm. Bunları onsuz saymışdım. 2201 buradakıdır. Yəni 3 dənəymiş hətta. 2202 də, yəni bayaq saydıq. Deməli 1, 2, 3, 4 dənə, yəni şagird, 4 nəfər şagird ən azı 2 müxtəlif dərnəkdə məşğul olur. HTML kodda yaradılmış cədvəlin sətir və sütunlarının saylarının hasilini müəyyənləşdirin. Deməli, burada sətirlər TR ilə bilirik ki, ifadə olunur və bir TR açılıb, burada qapanıbsa, bu bir dənə sətri ifadə edir. Yenə bir TR açılıb, qapanıbsa, bu bir dənə sətri ifadə edir və bir dənə sətir açılıb, qapanıbsa, bu da bir. 3 dənə deməli sətir var. Deyir, sətirlərin sayı ilə sütunların sayının hasilini tap. Sütunların sayı isə, bir TH açılıb, burada qapanıb, bu biri. Sütunlar çünki TH ilə göstərilir. Biri açılıb qapanıb, bu 2, bu da üçüncüsü. 3 dənə də sütun var. Buranda da alırıq 9. Sonra növbəti sual 27. Deməli, hər uyğunluğu müəyyən edin deyək. Hər hansı məlum virusa yoluxmuş faylları aşkarlamağa imkan verir. Ancaq aşkarlayırsa, yəni ancaq aşkarlayırsa, deməli bu detektordur da, başqa yəni bir vəzifəsi yoxdur, sadəcə aşkarlaya bilir. İş qabiliyyətini saxlamaqla proqramları elə dəyişdirir ki, onlar virusa yoluxdurmuş kimi görünür. Bu da vaksinlərdir və yaxud immunizator da deyə bilərik. Yəni viruslar elə faylları elə göstərir ki, sanki onlar virusa yoluxub da bu proqramlar. Və viruslar həmin proqramları o formada gördükdə fayllara ilişmir və yaxud proqramlara. Yoluxmuş faylları aşkarlamaqla yanaşı onları ilkin durumuna geri qaytarır. Burada əslində ilkin vəziyyətinə geri qaytaran doktorlardır. Sadəcə bu yoluxmuş faylları aşkarlamaq sözünə görə müfəttişi də götürmək olar. Yəni 1-ə D, 2-yə Y, 3-ə C. Funksiyanın qiymətini hesablayan blok sxem qur. Təbii ki, x-a əsasən y-i hesablayacağıq. Ona görə əvvəldə x daxil edilməlidir. Yəni başlanğıc hissdə onu həmişə çəkirik. Bundan sonra birinci şərt verib ki, x böyüdür 5-dən. X 5-dən böyük olduqda nəyi hesablayacaq? Y bərabərdir x üstəgəl 5-i. Və fikirləşirəm ki, ədəd oxunda bu şərti hansı ədədlər ödəyir? Yəni 5-dən böyükləri ödəyir də. 6, 7, 8. Belə ki, ədəd oxunda 5-dən sonraki ədədlər getdi. 5 müsbət sonsuzluqda, yəni daha doğrusu 6 müsbət sonsuzluq getdi. Yox qoluna hansı ədədlər qalır burada? Təbii ki, bunu belə çəkmirik. Yəni blok sxem quranda sadəcə izah üçün göstərirəm. Yox qoluna hansı ədədlər qalır bu tərəfi çıxanda? 5 və 5-dən kiçikləri. 5, 4, 3, 2, 1, 0 və mənfilər də hətta. Yerdə qalan bütün ədədlər ikinci şərti ödəyir, yəni x kiçikdir 5-i ödəyirmi? Xeyr, axı 5 5-dən kiçik deyil. Deməli, ödəmirsə, bir dənə də şərt bloku çəkirik. Ödəyəndə, hamısı ödəyəndə çəkmirik. Birbaşa həmin şərtə uyğun olan hesablamanı yazırıq. Bir dənəsi belə ödəmirsə, məcbur çəkirik. Və x 5-dən kiçikdirsə, hər qoluna 5-dən kiçikləri gedir. Yəni 4, 3, yəni mənfi sonsuzluqda da bu tərəf gedir hər qoluna. Və bu halda hesablayır, y bərabərdir, x çıxaq 25-i. Yox qoluna nə qalır? 5-dən kiçikləri çıxmışamsa, nə qalır bir dənə? 5. Və 5 də 5-ə bərabərdir də, artıq həmin şərti ödəyirdi ya yox qoluna qalan ədəd. Onda da yeni bir şərt bloku çəkmirəm. Elə yazıram y bərabər x plus 12. Və hamısını bir qolda birləşdiririk, ən sonda da y-i çapa veririk. Yəni, təbii ki, bu ədədlər burada yazılmır, sadəcə izah üçün göstərmişəm. Yəni, bu formada çəkilməlidir. Axırda da son. Elementləri 3 rəqəmli natural ədədlər olan, hamısı 3 rəqəmlidir, siyahının elementlərindən birinci və sonuncu rəqəmlərinin cəmi sadə ədəd olan elementləri B siyahısına əlavə edən proqram qur. Burada çəksəm, biraz qarışacaq. Ona görə qoy götürüm bu sualı ayrı izah edim.
Ümumiyyətlə, siyahının elementlərinə, yəni müraciət etmək üçün bilirik ki, dövr operatorundan istifadə etməliyik. Çünki bir-bir mən yoxlayacağam ki, bu ədədlərdən hansılarının, yəni birinci və sonuncu rəqəmlərinin cəmi sadə ədəddir. Bir-bir bütün elementlərə müraciət etməliyəmsə, onda fordan istifadə edirəm. Əvvəlcə siyahını yazırıq. 245, 348, 124 və s. neçə dənədirsə elementlər hamısını yazdım. Deyir ki, bu elementlərdən şərti ödəyənləri B siyahısına əlavə et. Onda bir dənə əvvəldə bir B siyahısı götürürəm, yəni boş bir siyahıdır. Və bu siyahının A siyahısının elementlərinə müraciət etmək üçün yazıram for I in A. Çünki bilirəm ki, I burada A siyahısının elementlərini bir-bir götürəcək. Ondan sonra görüm nə deyir? Deyir ki, elementləri 3 rəqəmli ədədlərdir. Bütün hamısı 3 rəqəmlidirsə, 3 rəqəmli ədədlərin birinci və sonuncu rəqəmini necə götürərik? Deməli, bu ədədi, məsəl üçün bir C ilə götürdüm. Həmin ədəd I-dir axı. Çünki I-nin birinci qiyməti A siyahısının ilk elementi olan 245-dir. Bunun birinci rəqəmini götürmək üçün yazacağam. I-ni 100-ə böləndə tam hissə, üstə gəl, I-ni 10-a böləndə qalıq. Bu bizə verir 2 ilə 5-in cəmini. Yəni, deyir ki, birinci və sonuncu rəqəmlərinin cəmi. Yəni, C alınır da, alınır 7, 2 ilə 5-i cəmləyir. Deyir, həmin bu 7-nin sadə ədəd olub olmadığını yoxla. Əgər sadədirsə, həmin elementin özünü, yəni bu i-ni B siyahısına əlavə et. Deməli, rəqəmləri, yəni birinci və axırıncı rəqəminin cəminin sadə olub olmadığını yoxlamaq üçün bir dənə də dövr yaratmalıyam. Dövrün içində dövr. Bilirik ki, sadə ədədlər 1-ə və yalnız özünə bölünən ədədlərdir. Elə 7 sadədir də, 1-ə, bir də özünə bölünür. Deməli, istənilən bir ədədin sadə olub olmadığını yoxlamaq üçün belə yazaram. 2-dən özünə qədər də özü yox, məsəl üçün. Tutaq ki, 7-ni yoxlayıramsa, 2-6 aralığında hər hansı bir ədədə bölünürsə, onda mürəkkəb olar. Çünki istənilən ədəd 1-ə və özünə onsuz da bölünür. Mürəkkəb və yaxud sadə olub olmadığını yoxlamaq üçün belə bir şərtlə yoxlayacağam ki, yəni 1-ə və özündən başqa, yəni özü aralığında hər hansı bir ədədə bölünürsə, 1 və özü aralığında, onda deməli mürəkkəbdir. Və dövrü belə yaradıram. For R in range 2-dən S-yə kimi, axı S-dir, yəni həmin ədədin ilk və son rəqəmlərinin cəmi. Bu S-nin yəni sadə olub olmadığını yoxlamalıyam. Onda şərt verirəm ki, əgər bu S J-yə qalıqsız bölünürsə, bölənlərini say. Sayma üçün burada bir dənə K bərabər 0 yazıram. K da həmin o bölənləri sayır. Məsəl üçün, belə deyək də, C7 olduqda 2-dən 7-yə qədər olur axı J-nin qiymətləri və belə olduqda 7-nin özünü götürmür də, 2-dən 6-ya qədər olur, yəni qiymətlər. Yoxlayır ki, yəni C-ni J-yə böləndə qalıq 0-dırmı? Yəni 1-ə və özündən başqa həmin parçada başqa bir ədədə bölünürmü? Bölünürsə K sayacaq. Əgər bölünürsə, deməli mürəkkəbdir, bölünmürsə heç birinə, deməli sadədir. Onda həmin bu dövr ki, qutarır. Qutarandan sonra burada bir dənə şərt verirəm ki, əgər deməli K 0-a bərabərdirsə, onda sadədir də. Çünki 1-ə və özündən başqa həmin parçada heç bir ədədə bölünmür deməkdir. Və deyir, şərt ödənirsə, yəni sadədirsə, onda həmin elementi B-yə əlavə et. Elementin özü isə i-dir, yəni. Burada götürüb C-ni əlavə etməyəcək, i-ni. B.append yazıram i. I-ni götürür B siyahısına əlavə edir və dövrdən çıxandan sonra da print B bir-bir bu formada yoxlayır. Belə. A siyahısının hər bir elementini bu element istisna olmaqla siyahının digər bütün elementlərinin cəmi ilə əvəz edən proqram qur. Siyahı bu formadadır, yazaq. A bərabərdir 1, 2, 3, 4, 5. Ümumiyyətlə, hər bir elementi başqalarının cəmi ilə əvəz edirəmsə, bir-bir bütün elementlər üçün bunu tətbiq eləyəcəm axı. Deməli, yenə mən dövrə ehtiyac duyuram. Ona görə for dövründən istifadə edə bilərəm. Bilirəm ki, yəni elementlərə iki cür müraciət var da. For i in A yazdıqda bir-bir elementləri götürür. Amma range-lə yazıldıqda onda həm elementə, həm indeksə müraciət gedir. For i in range 0-dan len A-ya yazsam, burada i həmin belə deyək də,
Burada i-nin qiymətləri həmin A siyahısının elementlərinin indeksləri olur. Elementin özünü göstərəndə də bu formada göstəririk. Mənə bu yazılış lazımdır. Çünki siyahıda hər hansı bir elementi başqası ilə əvəz etmək üçün belə bir yazılışdan istifadə edirik. Məsəl üçün də A-da i-nci element bərabərdir. A-da i-nci element vur 2 yazıramsa, tutaq ki, i-nin qiyməti 0-dırsa, A-da 0-cı element bərabər olur özünün 2 qatına. Məsəl üçün, burada 1 deyilmi? 1-i 2-yə vurur, 2 olur və A-da 0-cı element dəyişib avtomatik 2 olur. Yəni, bu formada siyahının elementlərini əvəz etmək alınır. Ona görə də mən bu yazılışdan istifadə edirəm ki, həm indeksinə müraciət edim, axı mənə burada indekslər lazımdır, həm də elementin özünə. Və deməli, elementin özünü deyir əvəz elə nə ilə? Özü istisna olmaqla digərlərinin cəmi. Ümumiyyətlə, siyahının bütün elementlərini cəmləyən funksiya bilirik ki, sum funksiyasıdır. Əvvəlcə hamısını cəmlədim. Məsəl üçün, hamısını cəmlədim, aldım bir ədəd. Deyir ki, özü istisna olsun da, amma deməli, özünü buradan çıxsam, qalanlarının cəmi ilə ifadə edə bilərəm də. Məsəl üçün, bunların cəmi 1, 2, 3, 3 üstə gəlir, 6, 4, 15-dir. 15-dən bu 1-i çıxsam, qalanlarının cəmi ilə bu 1-i əvəzləyə bilərəm də onda. 15 çıx 1, 14 olacaq və A-da i-nci element, yəni bu 1 dəyişib 14 olacaq artıq, deyib buradakı kimi. Yəni, hər birini qalanlarının cəmi ilə ifadə edəcəyik və dövrdən çıxanda print A olacaq. Burada fikir verin, i-nin qiymətləri 0-dan Lenaya yazılıb. 1, 2, 3, 4, 5 dənə də axı qiymətləri. Və i 0, 1, 2, 3, 4 olduqda, həmin bu 0-dan 4-ə qədər olan rəqəmlər, əslində deyib, burada da göstərə bilərəm, həmin siyahının elementlərinin indeksləridir, yəni. Amma A-da 0-cı elementi yazdıqda elementin özünü istəyir, yəni. Belə bu videoluq bu qədər. Gələn videolarda görüşənədək.